Salam, hər vaxtınız xeyir olsun yoldaşlar, hər biriniz xoş gördük. Vəsaitimizin sınaqlarındakı sınaq 8-ci sınavına baxırıq. Birinci sualına başlayaq. Toğrulun kənddəki dostu Gəncədən qayıtmayıb. Cümlədəki sözlərlə bağlı səhv fikirləri müəyyən edin. Nə qədər rahat bir sual modeli olsa da miqdə eyni moda istifadə olunubdur. Ümumiyyətlə bu son sınaqlar hissəsində olan sualların əksəriyyəti qəbulda istifadə olunan modellərə çox yer verilib burada. Toğrulun yiyəlik halda işlənmiş sadə xüsusi isimdir. Bəli, Toğrulun dostu. Üçüncü nöqtənin söz birləşməsinin asıl tərəfidir və sadə xüsusi isimdir. Kənddəki sifətin sualına cavab verən isimdir. Xeyr. Kənddəki sözü isimdən düzələn sifətdir və elə sifətin öz sualına, hansı sualına da cavab vermiş olur. Dostu üçüncü nöqtənin söz birləşməsinin əsas tərəfidir. Mənsubiyyət şəklisi qəbul edib, hər hansısa bir hal şəkilsi yoxdur və qeyri-müəyyənliyi özündə daşımır. Gəncədən çıxdığı halda işlənmiş xüsusi isimdir. Doğrudur. Qayıtmayıb inkarda işlənən feili bağlamadır. Xeyr. Bu artıq zaman şəkilçili sözdür. Qayıtmayıbdır. Özündən sonra dırı da artırıb cümlənin mənasına fikir verə bilərsən. Uyğunlaşdırası olsaq, cavab olar 2, 3, 5. 2. Pul ağıllı adamlar üçün vasitə, axmaq adamlar üçün məqsəddir. Həmcins xəbəri sadə cümlədir. Pul vasitədir, pul məqsəddir. Tamamlıq həmcinsdirmi? Xeyr, həmcins deyil. Çünki vasitədir, məqsəddir. Adamlar üçün. Adamlar üçün ifadələri ayrı-ayrı xəbərlərə aiddir. Bu vəziyyətində tamamlıq həmcins olmaz. Ümumiyyətlə bir cümlə özü həmcins olmaq üçün eyni sözlə, eyni cümlə özü ilə əlaqəli olmalıdır. Burada cümlə özü olaraq eyni cümlə özü olsa, yəni hər ikisi xəbər olsa da, söz olaraq eyni söz deyil. Biri vasitə, biri məqsəd sözlərdir. Tamamlıqlar arda qaldı olan qoşma sözlə ifadə olunmuşdur. Bəli, adamlar üçün ifadəsinə deyə bilərsən. Təyinlərdən biri düzəltmə sözlə ifadə olunmuşdur. Bax, desəydik ki, təyinlərdən biri düzəltmədir, bu yanlışdır. Təyin düzəltmə olmaz. Təyinin ifadə vasitəsi quruluşla düzəltmə ola bilər. Ağıllı sözündən söhbət gedir. Mübtəda quruluşca sadə sözlə ifadə olunmuşdur. Bəli, pul sözündən söhbət gedir. Təklikdə cümlə üzvü olmayan nik hissəsinə nümunə var. Bəli, üçün qoşması var. Əsas etibarında qoşmalar ümumi qayda olaraq müstəqil şəkildə cümlə üzvü olmur. İstisnanın ümumi qaydaya təsir olmur. Həmi bağlayıcı demək vasitəli cümləni tapmaq lazımdır. Hansı bağlayıcı vasitə? Baş və budaq cümləni bir-birinə bağlayır. Ancaq budaq cümlədə olur və leksik mənaya malik olur. Bunların hamısı bir yerdə nəyə aiddir? Bağlayıcı sözə aiddir. Bunun özü də miqdə istifadə olunan modeldir. Bağlayıcı söz burada hansında işlənmişdir? D variantında. Nə lazım olacaqsa onu mənə deyərsən. Burada fikir versən nə var və bağlayıcı sözdür. Ada verilən nümunədə bağlayıcı sözümüz yoxdur. Ümumiyyətlə digərlərinin heç birində hər hansı bir bağlayıcı söz yer alınmış olmur. 4. Kim bura gələndə gecikərsə, onu gəzintiyə aparmayacaq. Cümləsinin sintaks təliminə aid olmayan fikir istəyir bizdən. Budaq birinci gəlib, baş ikinci gəlmişdir. Kim bağlayıcı vasitədir. Həmçinin burada sa var. Sa isə hissəcik olaraq da, şərt şəkilsi olaraq hər ikisi vəziyyətində də bağlayıcı vasitədir. Onu qarşılıq sözdür. Cümlə tamamlıq budaq cümləsidir. Baş cümlədə yer zərfliyi işlənmişdir. Düz deyil. Gəzinti sözü var. Budaq cümlənin xəbəri quruluşca düzəltmədir. Xəbər düzəltmə olmur. Xəbərin ifadə vasitəsi düzəltmə olur. Sənə burada gecikmək sözü, düzəltmə söz kimi özünə çəkir və unudursan xəbərin sadə mürəkkəb ola bilməyini, amma düzəltmə ola bilməyəcəyini. Xəbərin ifadə vasitəsi düzəltmə olar, xəbər düzəltmə olmaz. Budaq cümlədəki yer zərfi müstəqil cümlə üzvü deyil. Bəli, bura gələndə feili bağlama tərkibindədir və müstəqil şəkildə cümlə üzvü deyil bura sözü. Budaq cümlənin xəbəri, feilin xəbər şəklində işlənmişdir, düz deyir, zaman şəkilsi var, sağ orada hissəcikdir. Baş cümlədəki nə deyir? Zərfliyin ifadə vasitəsi quruluşca düzəltmədir. Bəli, gəzinti sözü var, quruluşca düzəltmədir və haraya aparmayacaq? Gəzintiyə aparmayacaq. Desədik ki, zərflik düzəltmədir, bu da yanlış olardı. Zərfliyin ifadə vasitəsi dediyinə görə hər şey qaydasındadır. 5-ci sual. Mehdinin arzusu bu idi ki, gec-tez yenə rəssamlığa qayıtsın. Cümlənin təliminə bağlı verilən fikirlərdən hansı doğrudur? Mehdinin arzusu bu idi. Fikir versəz, əvəzi qəlib işlənmişdir. Baş birinci, budaq ikinci gəlib, xəbər budaq cümləsidir. Əvəzi qəlib varsa, budaq cümlə buraxılan üzvün yerində işlənmir. Həmin əvəzi qəlibin mənasını açıb izah edir. Budaq cümlədə antonim sözlər işlənmişdir. Xeyr, gec-tez mürəkkəb sözdür. Mürəkkəb sözün tərkib hissəsinə ayrıb müstəqil söz kimi dəyərləndirmirik. Desəydik ki, budaq cümlədə antonim sözlərdən əmələ gələn mürəkkəb söz işlənmişdir. Bu başqa, onu götürə bilərdik. Xəbərlər eyni şəxsə aid olduğu üçün sadə cümlədir. Xeyr, çünki bu cümlə tabeli mürəkkəb cümlədir. Tabeli mürəkkəb cümlənin xəbərləri eyni şəxsə aid ola bilər. Burada heç bir sıxıntı yoxdur. Tabelin əsas dərdi tabeli intonasiyasının, bağlayıcı vasitələrin özünü göstərməsidir. Həmcins zaman zərflikləri işlənmişdir. Xeyr, həmcinslik üçün tabesizlik əlaqəsi lazımdır. Bu cümlədə də tabesizlik əlaqəsi işlənməyib. Bağlayıcı vasitə baş cümlənin tərkibindədir. Bəli, ki bağlayıcı vasitədir və baş cümlənin tərkibində gəlmişdir. 6. Bu kimi cədvəllərin problemi nədir? Biz sol tərəfə
B-də və ya D-də verilən cümləni sağa da onunla bağlı fikirləri ümumiləşdirməliyik. Amma görürsən bu cədvəllə bağlı problem yaşayırsan, bu cədvəl elə bil ki, yoxdur. Sil bu cədvəli. Sadəcə B-də və D-də verilən cümlələrə fikirləri uyğunlaşdırmağa çalış. Biz yenicə öyrənmişik ki, onlar burada olmur. Biz yenicə öyrənmişik. Sual çıxır, nəyi? Sual birinci tərəfdən çıxır, baş birinci, budaq ikinci gəlib. Ola bilər düşünərsən ki, orada yenicə var axı. Yenicə, indicə, təzəcə gördüyün hər cümlə budaq birinci, baş ikinci gələn cümlə deyil. Çünki o cümlələrin hamısı zaman budaq cümləsi olmur. Və elə bir qayda yoxdur ki, yenicə, indicə, təzəcə sadəcə zaman budaq cümləsində işlənə bilər. Mübtədada da işlədə bilərsən, tamamda da işlədərsən və s. Baxır cümlənin növünə. Bu cümlədə fikir versən, yenicə ilə səni aldatmağa çalışır, amma aldanmırsan. Baş birinci, budaq ikinci gəlib, əvəzi qəlbi bərpa edə bilərsən. Biz onu yenicə öyrənmişik ki, onlar burada olmur. Bunların hamısı sənə əsas verir deyərsən ki, burada yenicənin budaq cümlə, baş cümlə məsələsində heç bir dəxli yoxdur. Eləcə də D variantında zaman budaq cümləsidir. Yenicəyə görə cümlənin növü tapılmır. O bəzən yanlış necə deyim, anlaşılmış olur ki, yenicə var, budaq birinci gəlməli. Xeyr, elə bir şey yoxdur. Yenicə zaman budaq cümləsində olsa belə yenə də bir bağlayıcı vasitə kimi götürmürsən. O sadəcə sənin işini asanlaşdırmaq üçün təklif olunan bir qaydadır ki, bu formada rahat tapa bilərsən. Məktəbə yenicə satmışdım ki, pul qabını götürməyi xatırladım. Bax, pul qabını götürmədiyimi xatırladım. Sual çıxır, nə zaman? Sənin sualın ikinci tərəfdən çıxır, budaq birinci, baş ikinci gəlir. Həmçinin birinci tərəfi məktəbə yeni çatanda pul qabını götürmədiyimi xatırladım. Nə zaman ki məktəbə çatdım, pul qabını götürmədiyimi xatırladım vəziyyətində də işlədə bilirsən. Bütün istiqamətlər sənə aydınlaşdırır ki, həqiqətən burada budaq birinci, baş ikinci gəlmişdir. İndi uyğunlaşdıraq. Budaq cümlə baş cümlədən öncə işlənmişdir. D-da verilən cümləyə biz bunu yaza bilərik. Budaq cümlə baş cümlədə buraxılan üzvü izah eləmiş olur. Hər ikisində əvəzi gəlib buraxılıb. Ona görə bunu biz hər ikisinə yaza bilirik. Fərqləndirilən söz müstəqil olaraq xəbərin ifadə vasitəsidir. B-də verilən nümunədəki olmur, yaşamır, qalmır mənasındadır, müstəqildir. Eləcə də burada xatırladığım sözü müstəqildir. Demək, E-də verilən fikir hər ikisinə aid edə bilərik. Qrammatik norma pozulub, onlar olmurlar olmalıdır. Yəni yaşamırlar mənasında F-də verilən birinciyə yazıla bilər. Amma ikincidə elə bir şey yoxdur. Baş cümlədə tamamlıq və xəbər işlənmişdir. Baş cümlədə tamamlıq və xəbər işlənmişdir. Birincinin baş cümləsində zəflik də var. İkincinin baş cümləsinə baxası olsaq, xatırladım nəyi? Pul qabını götürmədiyimi. Demək, G-də verilən fikri ikinciyə yaza bilərik. Bunu yazandan sonra uyğunlaşdırarsan. Sən 1-ə B yazsan, 2-yə getməlidir nə? C, E və F-də verilən fikir. Gör, elə bir variantın var. 1-ə B yazanda 2-yə C, E və F-də verilən fikir olsun. Var. Deməli, cavabın olurdu. 2-yə bəs, mən 1-ə daha doğrusu D-ni yazsaydım, 2-yə nə yazardım? A-nı, C-ni, E-ni və G-də verilən fikri. Gör, elə bir variantın var. Yoxdur. Demək ki, uyğunluğu birincinin üzərində apardın, cavab tapdın, getdin. 7. Həmin gözəl Qarabağ yaylıqlarında gəzib dolaşırdı. Həmin gözəl Qarabağ yaylıqlarında gəzib dolaşırdı. Sən burada gözəl sözünü həm isimləşdirib mübtəda kimi düşünə bilərsən. Nə edirdi? Gəzib dolaşırdı. Kim? Gözəl. Hansı gözəl? Həmin gözəl. Harada? Qarabağ yaylıqlarında. Bir də isimləşdirmədən həmin təyin, gözəl təyin, həmcins yox, qeyri-həmcins təyin formalaşdıra bilərsən. Qalan təhlildəki də əvvəlki kimi qalır. Bir qrammatik əsası var, yəni sadə cümlədir. Bu doğru fikirdir. Sən də doğru fikirləri yazasın. Müəyyən şəxsi cümlə kimi düşünülməyə bilər. Bu yanlışdır. Bu cümləni necə düşünsək, yenə də müəyyən şəxsi cümlə kimi qalacaq. Altından xətt çəkilən söz morfoloji olaraq nə sualına cavab verir? Bəli. Qarabağ qeyri-müəyyən yiyəlik halındadır. Qeyri-müəyyən yiyəlik halında sadəcə nə sual var? Cümlədəki sifət ismin xüsusiyyətini daşıya da bilər, daşımaya da bilər. Doğru fikirdir. Gözəl sözü isimləşə də bilər, isimləşməyə də bilər. İşarə əvəzliyi cümlədən kənar kontekst daxilində feili əvəz edə bilməz. Bu yanlışdır. Kontekst daxilində həmin əvəzliyi feili əvəz edə bilər. Oxuyan uşaqlar gəldi, həmin uşaqları tanıyıram. Burada həmin deyəndə oxuyan sözünə işarə eləmiş olur. Təsvirlənən feil məhsulla məzmunlaşır. Xeyr, gəzib dolaşırdım, özü gəzib dolaşır. Yeri gəlsə qayıdışla məzmunlaşmış olur. Bu sualımızın cavabı olmalıdır 2 və 3-də verilən fikir. A-dan 4-ü 3 eləyin, o formada cavabı götürün. Təəssüf ki, cavabda natamamlıq var. 8. Pişik balalarını qorumaq üçün qartalla ölüm-dirim savaşını başlatdı. Cümləsində adlı qalda olan bir isim işləndiyini nəzərə alaraq cümlənin sintak təsxirini müəyyənləşdirmək lazımdır. Bax, burada qartal sözü əminliklə deyirsən ki, adlı qaldadır. Pişik sözü həm adlı qalda ola bilər, həm də kimsə pişiyin balalarını qorumaq üçün ölüm-dirim savaşını başlatdı mənasında qeyri-müəyyən yiyəlik halda işlədə bilərsən. Sənə də sualın şərti konkretləşdirir, deyir ki, adlı qalda olan bir isim var. Demək ki, pişik sözü qeyri-müəyyən yiyəlik haldadır. Nə etdi? Başlatdı. Nəyi? Ölüm-dirim savaşını. Niyə? Pişiyin balalarını qorumaq üçün. Nəylə? Qartalla.
Uyğunlaşdırsan zərflik, tamamlıq, tamamlıq xəbər. Bu ardıcıllıq getməlidir. O da uyğun gələ bilər nəyə? C-yə. 9. Hansında fərqləndirilən söz çıxarılsa da cümlənin sintaktik təhlil sxemi dəyişməz. Baxaq, bizsiz yazılmışdı. Bu talih, bu vaxt. Sapantdan atılan bir cüt daşıq biz. Daşıq, bir cüt daşıq. Təyin kimi işlənir. Düzdürmü? Ona görə A-nı çıxarsan, təyin gedəcək, sxem dəyişəcək. B variantında qarışıb dünyanın şəhəri, kəndi. Bax, fikir ver, dünyanın kəndi, şəhəri. Burada həmciz mübtədalar var. Dünya müəyyən yerlik haldadır, birləşmənin az tərəfindədir. Çıxarsan da qarışıb nə? Şəhəri, kəndi şəklində sintaktik təhlil sxemində heç bir dəyişiklik olmaz. Böyüyüb bu körpə ilə balası. Körpə təyini. Çıxarsan təyin yoxa çıxacaq. Dərdlə qoşmalı isimli tamamlıq mövqeyindədir. Sən olanda kim olacaq gözlərini bağlayan? Sən olanda gözlərini bağlayan kim olacaq? Burada xəbərdir. Çıxardarsan xəbər yoxa çıxacaq. 10. Hansı sxemə uyğun söz birləşməsi yoxdur? Kəndli şagirdlər isim vəziyyətidir. Qoşa-qoşa düzülənlər zərf feili sifətdir. Axşamkı sifətdir. Axşamkılar gedəndə sifət feili bağlamadır. Gül əyən bu feildən düzələn sifətdir. Körpə də sifətdir. Feili bağlama pürüz feili sifət yoxdur. Uyğunlaşdırsaq cavabımız qalır E variantı. 11. Hansı variantdakı cümlə sual şərhəsinin yerinə yazılsa hər xanadan yalnız bir fikir ödəmiş olacaq? Bizim 6 fikrimiz var. Solda 2 xana, sağda 1 xana var. Hər xanadan bir fikri götürməlidir. Uyğunlaşdıraq. Ermitaj dünyanın məşhur muzeylərindən biridir. Quruca düzəltmə olan söz işlənməmişdir, düz deyir. Cümlə üzrün əlavəsi işlənməyib, düzdür. Fikir versən 1 və 2-nin hər ikisini ödədi deyə A-nı götürmədim. Atdım kənara. Qəlbimdə ucalan səslər deyir ki, insanlar yalnız ucalmaq üçün buraları gəzməlidir. Bax, quruca düzəltmə olan söz işlənməyib deyir, yanlış deyir. Ucalmaq sözü var. Cümlə üzrün əlavəsi işlənməmişdir, bu doğru fikirdir. Təyin işlənməsə də tamamlıq işlənmişdir. Təyin işləni baxın. Səslər, hansı səslər? Qəlbimdə ucalan səslər. Gəzməlidir, haranı, buranın hər ikisi işlənmişdir. Sifətdən əmələ gələn söz işlənmişdir, doğrudur. Ucalmaq sözü var, uca sifətindən əmələ gəlir. Uc sözündən əmələ gəlmir. Söz birləşməsi ilə ifadə olunan zəflik var. Xeyr, elə bir şey yoxdur. Uzlaşma əlaqəsi yalnız cümlə özləri arasında deyil, yanlışdır. Çünki burada hər hansı bir ikinci və üçüncü nöqtənin söz birləşməsini görmürük. Səhv etmək eyib deyil. Eyib o səhvin yenidən təkrarlamaqdır. Bax, eyib deyil, nə? Səhv etmək. O səhvi yenidən təkrarlamaqdır. Nə? Eyib. Quruca düzəltmə olan söz işlənməyib, yanlışdır, işlənib. Cümlə üzrün əlavəsi işlənməyib, doğrudur. Təyin işlənməsə də tamamlıq var, yanlışdır. Burada təyin işlənməsə də tamamlıq işlənib deyə bilmirik. Çünki tamamlığımız yoxdur axı. Sifətdən əmələ gələn söz var, bəli, yenidən sözü var. Söz birləşməsində ifadə olunan zəflik işlənməyib. Uzlaşma əlaqəsidəki yalnız cümlə arasındadır. C variantı baxsan, sağda verilənlərin yalnız birini ödəmədiyinə görə bunu da atdıq kənara getdi. Sonra şəxsiyyəti valideyn tərbiyə etməlidir ki, ruhun tərbiyəsinə yol açasın. Quruca düzəltmə olan söz işlənməmişdir, yanlışdır. Şəxsiyyət sözü var məsəl üçün. Cümlə üzrün əlavəsi işlənməyib, doğrudur. Təyin işlənməsə də tamamlıq işlənmişdir. Bəli, yol açasın nəyə? Ruhun tərbiyəsinə. Sifətdən əmələ gələn söz işlənmişdir. Sifətdən əmələ gələn söz. Burada var mı? Yoxdur. Təyin işlənməsə də tamamlıq işlənmişdir. Uzlaşma əlaqəsi yalnız cümlə özləri arasında deyil, doğru fikirdir. Ruhun tərbiyəsi 3-cü növün tərkibində də var. Söz birləşməsi ilə ifadə olunan zəflik yoxdur. Demək cavabımız olardı. Elanı bura gətirən insanları solğun nəzərlə süzərək geri, kəndə doğru yol aldı. Quruca düzəltmə olan söz işlənməyib, yanlışdır, solğun sözü var. Cümlə özünün əlavəsi işlənməyib, işlənib. Birinci və ikinci fikrin heç birini ödəmədiyinə görə heç buna baxmağa dəymir. 12. Hansı variantda cümlə özləri arasında şəxsə görə uzlaşma əlaqəsinin göstəricisi tərkibində hal şəkilsi olan şəxs xəbərli şəkilsidir? Baxaq. İndi sizin üçün bilet axtaran mənəm. Burada hal şəkilsi yoxdur. Gələk biz evdən qaçaq. Burada hal yoxdur. Burada yoxdur. Cavab olur D variantı. Bax, kənddədir. Haradadır? Nə? Aqilin maşınları. Aqilin maşınları mübtəda, kənddə xəbərdir. Görsən həm xəbərli şəkilsi var burada, həm də yerlik hal şəkilçisi var. Ona görə bu sualımızın cavabı olmalıdır D variantı. Bizim Aqil müəllimin bir sizdə cipləri var, maşınları var. Sadəcə olaraq gizlədir. Ona görə Aqilin maşınları kənddə də yazmışam ki, cəmaatın xəbəri olsun. 13. Hansı variantda xoşuna gəlmək frazoloji birləşməsinin antonimi iştirak edir? Xoşuna gəlmək, zəhləsi getmək mənasını ifadə eləmiş olur, düzdürmü? Buradan yola çıxası olsaq, cavab olar nə? Bu variantı. Acığı gəlmək, zəhləsi getmək. Zəhləni tökmək deyil. Bəyənmədiyim, xoşuna gəlmək ifadəsilə bəyənməmək bir-birinin antonim olanmaz. Biri frazemdir, biri frazem deyil. Sonra D-da da elə bir şey yoxdur, elə də elə bir şey yoxdur. 14.
Qaseri tamamlayacaq fikirləri tapmaq lazımdır. Yaslı sözünü necə düşünə bilərik? Yaslı, yastı, bir də yasdır. 3 məqamda düşünmemiz mümkündür. İndi nə deyir? Sözün yazılışında iki kar, bir cingitili samit olduğunu əminliklə demək olar. Burada verilən fikir, sözün yazılışında iki kar, bir cingitili samit olduğunu əminliklə deyəcəyimiz bu yanlış bir fikirdir. Çünki bax, bu vəziyyətində düşünsən, yazılışında 3 dənə cingitili var. Belə düşünsən, 1 cingitili 2 dənə kar var. Belə düşünsən, 2 cingitili 1 kar var. Ona görə burada verilən fikir yanlışdır. Sözün vurğusu bir neçə hecada düşünülə bilər. Bu doğru bir fikirdir. Yaslı, bir də yasdır. Həm birinci, həm sonuncu hecada düşünülə bilər. Sözdə xəbərli şəkilsi ola da bilər, olmaya da bilər. Bəli, yasdır və digərləri. Söz sadədir və sifət kimi çıxış edir. Bunu əminliklə deyə bilməzsən. Çünki düzəltmə vəziyyəti var. Yaslı halı. Sözdə asıl şəkilsi ilə antonim olan şəkilsi işlənə də bilər, işləməyə də bilər. Düzdür. Sözün vurğusu yalnız bir hecada düşünülə bilər. Bu yanlış bir fikirdir. Demək cavab olmalıdır nə? 3 və 5-də verilən fikir. 15. Cədvələ əsasında uyğun fikirləri tapmaq lazımdır. Mış zaman şəkilsi söz işlənmiş cümlədə feili xəbərdə üçün şəxsin təkində şəxs sonunu qəbul edir. Bəli, gəlmişdir. Çox rahat şəkildə qəbul edəcək, heç bir sıxıntı yoxdur. Hissəciklə işlənə bilməyən ən azı bir təsriflənən feil işlənmişdir. Niyə ki? Gəlmiş idi hissəciklə işlədə bilirəm. İsim və feilin xüsusiyyətini daşıyan tərkib yaradan ən azı bir söz işlənmişdir. Mış feili sifət şəkilsi isim və feilin xüsusiyyətini daşımır. İsmin, daha doğrusu feilin və sifətin xüsusiyyətini daşımış olur. Bunu əminliklə deyirsən. Başlanğıc formada olmayan ən azı bir feil işlənmişdir. Bəli. Çünki qrammatik şəkilcidir və başlanğıc formadan çıxacaq da. Cavab olar A variantı. 16. Aşağıdakı cümlələrlə bağlı verilən cədvəldən uyğun fikirləri müəyyənləşdirmək lazımdır. Uzaqlaşmaq istəyirdi. Kim? O. Kimdən? Məndən. Amma ayaqları sözünə baxmırdı. Ayaq sözünə baxma ifadəsi frazeoloji birləşmədir. Yəni sözünə baxmırdı nə? Ayaqları kim? Heç bir halda bunu ayırmayın. Bu frazeoloji birləşmədir, tərəfləri parçalanmır. Birinci tərəf müəyyən şəxsi, ikinci tərəf şəxsiz cümlədən ibarət olan mürəkkəb cümləmizdir. Qarşılaşma ilə tabesi mürəkkəb cümlədir. Buraya gəldiyim ilk günləri xatırladım, gözlərim yaşardı. Bax, xatırladım. Kim? Mən. Yaşardığına gözlərim. Bəzən bu kimi cümlələrdə o gözlərim sözünün birinci şəxsdə olma mənası, birinci tərəfin birinci şəxsdə olma mənası yoldaşları alladır. Sən tabesi mürəkkəb cümlə tapırsansa, xəbərlərə fikir verməsən. Biri birinci şəxsədir, birisi üçüncü şəxsədir. Demək mürəkkəb cümlədir. Sözünü dağa-daşa salmırsan. Tabesi mürəkkəb cümlədə tərəflər müəyyən şəxsidir. Bu ortaq cəhət deyil, fərqli cəhətdir. Tərəflərinin biri şəxsiz, biri müəyyən şəxsi cümlədir. Birinci aid edirəm, ikinci aid edə bilmirəm. Həmciz xəbəri sadə cümlədir, heç birinə aid deyil. Daha sonra səbəb nəticə əlaqə tabesi mürəkkəb cümlədir. Bunu ikinci aid edə bilərsən. Cavab olmalıdır 3 və 4-də verilən fikirlər. 17. Fərqləndirilən nümunələrin sintaktik vəzifəsinə görə uyğunlaşdırmaq lazımdır. Günelin istəyi kəndlərində işə girməkdir. Bax, cümlənin mübtədasını tapandan sonra, əgər cümlənin xəbərində məsdər feil sifət varsa, mübtədanın sağındakı hər şey xəbərin tərkibindədir. Yəni kəndlərində ifadəsi zərflik deyil. Daha sonra ərinin anasına qarşı. Ərinin sözü yəlik haldadır. Yəlik hal tək başına hansı bir cümlə özü olmayacaq burada. Çünki ərinin anasına qarşı hamısı bir yerdə bir cümlə özü kimi gedəcək. Kimə qarşı? Hamı bayrama xüsusi hazırlıq işlərindən gəlmişdir. Necə hazırlıq işlərindən gəlmişdir? Xüsusi. Burada təyin mövqeyində görə bilərsən. Onlar biz deyən vaxtda biz orada olmadıq. Biz orada olmadıq. Nə zaman? Onlar biz deyəndə. Zəflik rolundadır. Onun tapşırdıqlarını deyil, mən dediklərimi edin. Yəni, onun tapşırdıqlarını etməyin, deyili gətirib burada inkarda işlədə bilərsən. Onun tapşırdıqlarını etməyin, mən dediklərimi edin. Bu da olacaqdır tamamlıq mövqeyində. Daha sonra 18-ci sual. Orada piyada gəzdiyimiz məkanlar da olmuşdu. Bax, olmuşdu. Yəni var idi. Nə? Məkanlar, hansı məkanlar? Orada piyada gəzdiyimiz məkanlar. Lakin kəndin hər tərəfini ən çox yuxarı tərəfdən seyr edərdim. Seyr edərdim. Haranın? Kəndin hər tərəfini. Haradan? Yuxarı tərəfdən. Bu formada götürmüş olacaq. Ədəd çoxaltma dərəcəsinin əmələ gəlməsinə iştirak edir. Xeyr, elə bir şey yoxdur. Təsirlik və çıxışlıq halda olan sözlər bir-birinə qarşı homonimdir. Təsirlik və çıxışlıq halda olan sözlər hər ikisi isimdir, tərəf sözləri. Ona görə bunlar bir-birinə münasibətdə hər hansısa bir amonim yaratmaz. Biri qoşma, biri isim olsaydı götürə bilərdik. Daha sonra mürəkkəb feillərdən biri keçmiş zamanda, digəri isə gələcək zamandadır. Olmuş idi, edər, idim. Demək, biri keçmiş zamanda, digəri gələcək zamandadır. Amma mürəkkəb feil dediyinə görə yanlışdır. Olmuşdur sözü mürəkkəb feil deyil. Müstəqil sadə bir feildir. Əvəzlik müstəqil cümlə özünün ifadə vasitəsi deyil, ismi izah eləmiş olur, düzdür. Hər sözü 3-cü nöqtənin söz birləşməsinin tərkibindədir, tərəf ismini izah edir. Mürəkkəb ismi birləşmə, mürəkkəb zərfinin ifadə vasitəsidir. Mürəkkəb ismi birləşmə budur. Kənd,
Yəni isim, əvəzli isim 3 dənəsi birləşibdir. Hər tərəf zərf deyil, mürəkkəb. Söz birləşməsidir hər tərəf. Və tamamlıqda haranın sualına cavab verir deyə şərtimizi ödəmir. 19. Dinləyicilər və dəyişdirilən. Kökü 3 səsdən ibarətdir. Sözün kökü dinləmək, din və dinlə arasında məna yaxınlığı yoxdur. Burada da sözün kökü dəyişməkdir. Dəymək və dəyişdirməyin məzmun yaxınlığı olmadığına görə. Tərkibində 2 leksik şəkilçi var. Bu ortaq cəhət kimi yazacağın fikir deyil, sağa yaza bilərsən. Həm kök, həm başlanğıc forma ismi xəbər ola bilər. Köklər təsvirlənən feildir. Təsvirlənən feil ismi xəbər olmur. Kök və başlanğıc forma fərqli qrammatik mənaya malikdir. Dəyişdirilən sözünü ödəmir bu. Bu dinləyici sözünü deyir. Başlanğıcı isim, özü isə kökü daha doğrusu feildir. Tərkibindəki şəkillərdən yalnız biri quruluşunu dəyişmişdir. Bəli. Burada ıcı, burada dıdır. Sözün quruluşunu dəyişib, qalanları quruluşu dəyişmir. 20. Hansı söz verilən şərtlərdən yalnız birini ödəyir? Təəssüflə sözündə ə düşür, sonra bir dənə n qoşursan. Həm səs artımı baş verir, həm l-n-ya keçmiş olur. Yəni həm səs düşümü, həm səs artımı, həm də səs dəyişimi var. Bu getdi. Xal oğlu olur. Səs artımı baş verir, yox. Səs dəyişimi baş verir, yox. Burada səs düşümü var. Bədniyyətdi. Sadəcə l-d-ya keçir. Yəni səs artımı baş vermir, amma səs dəyişimi baş verir. Ona görə cavab olar burada C. Dostcasına t düşür. Bunların heç birini ödəmir. Xəyanətkar burada da heç birini ödəmir. Belə, ümumi bu qədər.